Berlin şəhərində belimdən 3 dəfə məni əməliyyat ediblər. 2 həftədən sonra bir də eləyəcəm. Mən əməliyyat olundu. Yenə də xeyri olmadı. İmplantları çıxarsınlar. Onların bədəni götürmədi olar. Əliyev Sabir Cabanoğlu. Gəlmişəm Almaniyadan Berlin şəhərində əməliyyat olunmuşam. Belimdən 3 dəfə məni əməliyyat ediblər. Birincisindən tutmuş, üçüncüsünə qədər məndə ağrılar hiss olunur. Dondurma baş verdi. Birincidə nə edilər? İmplant qoydular. Yəni, implant qoydular. Üçüdür, dördüdür, bilmirəm. Sayın demədilər mənim üçün. Əməliyyatdan oyanda nə hiss elədin dayıcan? Şey etmə, ancaq şey etmə. Üçüncü dəfə gələndə nə baş verdi? Üçüncü səfər gələndə çox xahiş elədim ki, doktorlardan mənim o bütün qoyulan implantları çıxarsınlar. Onların bədənim götürmədi onları. Onlar da elədilər, çıxartdılar. Sonra heç bir dəyişiklik olmadı yenə də. Almaniyada hansı şəhərdə, hansı xəstəxanada olmuşsunuz? Berlində. Berlində olmuşsunuz. Asklepsiyoz. Aydındır. İndi ağrısı hardadır mənim dayımın? Sol ayaqda dizdən aşağı qutarır parmaqlarda. Şeydən saatində hiss eləmirəm. Biraz gəzəndən sonra, çox gəzəndən sonra ağrı verir. Allah şəhər. Sabir dayımız Almaniyada əməliyyat olunub. 70 yaşı var. Gördüyünüz kimi fəqərədə listezisi olub, sürüşməsi olub. Təəssüflər olsun ki, implantları qoyublar və implantlar yenidən xaric olunub. Fəqərədə qaçma var. Listezis deyirik biz buna. Fəqərə sürüşməsi deyirik. Ona görə də ağsaqqal ağrıdan əziyyət çəkir. Biz həll eləyib bu ağsaqqalı 4-cü əməliyyata salmamaq üçün müalicə edəcəyik. Birlikdə izləyib nəticəni görəcəyik inşallah.